sual verilir ki, müəyyən ayrılıqlar var, ixtilaflar. Bunların yəni həlli necə olmalıdır? Müsəlman olaraq bizlərə çox narahat edir, bizə nəsihət edir. Yəni əlbəttə bu hər kəsi narahat etməlidir. Yəni insan özünü, axirətini düşünən hər bir insanı və xüsusən də dəvəti düşünən hər bir insanı belə işlər narahat etməlidir. Ümumiyyətlə insan bilməlidir ki, əgər o vaxtı minbərlər var idi, minbərlərdən danışırdılar. İndi minbərlər olmasa da və ya digər bu sosial şəbəkələr vasitəsilə insanlara xitab olunur və həmçinin əgər bir insan düşünürsə ki, yəni ona dinlənirlər, ona insanlar dinləyir, yəni insan bilməlidir ki, bu bir nemətdir. Yəni insanların başını qatmalı yox, insanlara xeyir öyrətməyə çalışmalıdır. Ona görə sələflərdən gəlir ki, insan elə bilməməlidir ki, yəni o minbər, onun danışdığı yer atasının kürsüsüdür. Yəni oradan, yəni bütün nəfsinə aid olan nəfsi məsələləri insan danışa bilər. Əksinə, yəni bu yerlər elə bir yerlərdir ki, insanlara xitab edirsə, xüsusən də din adından insan danışırsa, çalışmalıdır ki, burada qalallah, qalə Rasuluhu sallallahu aleyhi və səlləm, Allah dedi, onun Rasulu dedir və həmçinin sahabələr dedi. Yəni bu kimi məsələlər insan danışmalıdır. İnsan çalışmalıdır ki, yəni fayda versin. Xüsusən də dəvətdə ixlas odur ki, dəvətdə ixlas, yəni danışdığın insanlara fayda vermək. Əgər sən bir fayda versən, bir zikir, bir dua öyrətsən və yaxud da bir düz yolu bəyan etsən insanlara, yəni onlar nə qədər buna yönəlir və həmçinin o duaya və yaxud o əmələ, ibadətə əməl edirsə, öyrənirsə və onların etdiyi qədər o dəvətçiyə savab var. Yəni insan əksinə buna çalışmalıdır. Yəni insanlara şərrə səbəb olmamalıdır, fitnəyə səbəb olmamalıdır. Yəni bəzən insan elə olur ki, şeytan insana etdiyi o günahı, pis əməlləri gözəl göstərir. Məsələ yəni elmdə deyil, məsələ bilməkdə deyil, məsələ insanın bildiyinə əməl etməsindədir. Necə ki, Yahudilər bilirdilər. Allah Teala buyurur: "Ellezine ataynahumul kitabe ya'rifunehu kema ya'rifune abna'ahum." Kitab əhli, o kitab verilənlər öz övladlarını tanıdıqları kimi onu tanıyırdılar. Peyğəmbər sallallahu aleyhi və səlləm tanıyırdılar. Lakin onlar bildikləri halda əməl etmədiklərinə görə möhürləndilər. Və ona görə yəni insanın bilməsi daha böyük məsuliyyətdir. Bildiyi halda insan əməl etməzsə və fitnəyə səbəb olarsa, sonra daha da azmasına insanın səbəb olur. Yəni Allah qorusun. Yəni birisi həmən işləri görür, bilmədiyi halda, cahilliyinə görə, amma digəri isə bildiyi halda belə insanlar arasında parçalanma, yəni fitnəyə səbəb olursa, onun birincisi günahı daha böyük olur, ikincisi hesabı daha ağır olacaqdır. Yəni bir var, yəni insanın öz günahını daşıması. Yəni biz öz günahımızı daşıya bilmirik. Yəni insanın günahı çoxdur. Özü ilə Rəbbi arasında nə qədər günahlar var. Günahlar, yəni bizə elə gəlir günahlar az, nə qədər günahlar var. İnsan onu daşıya bilmir. O ki qaldı insanın başqalarını fitnəyə düşürərək, yəni qazandığı günahlar, başqalarını fitnəyə düşürərək, yəni qazandığı günahlar bu daha dəhşətli olacaqdır. İnsan təsəvvür etsin, qiyamət günü onların hər biri yəni buna görə öz haqqını istəməyə gəlir. Nəyə görə? İnsanları fitnəyə düşürdüyünə görə. Ona görə dəhşətli bir məsələ odur ki, insana yəni pis əməli gözəl göstərilməsi nə qədər dəhşətli bir şeydir. Bunu şeytan gözəl göstərir. Allah Teala buyurur ki: "Əfəmən zuyyinə lehu su'u amalihi fera'ahu hasana." Pis əməli ona gözəl göstərilib, onu gözəl görənlə doğru yolda olan bir ola bilərmi? Deməli, bu o deməkdir ki, insan bəzən şeytan ona pis əməli gözəl göstərir. Yəni o insan pis əməli yaxşı görür. Yəni fitnəni ona yaxşı göstərir. Fitnəni şeytan ona yaxşı göstərir. Halbuki bunu hər bir insan bilir ki, bu yaxşı hal deyil, bu fitnədir, bu problemdir. Amma insan isə deyir ki, bu fitnə deyil, bu yaxşı bir şeydir. Halbuki İbn Qayyim rahimehullah yəni fitnəyə bir qayda verir, dəlillə qayda verir ki, fitnə nədir? Fitnə insanı Qur'andan və sünnədən uzaq salan hər bir şey fitnədir. İnsanı Qur'andan, sünnədən uzaq salan bir şey fitnə sayılır. Buna dəlil olaraq İsra surəsində keçən ayəni dəlil gətirir. Və in kadu leyeftinunaka anillezî awhayna ileyk. Onlar az qala sənə etdiyimiz vəhiydən çevirirdilər. Bu çevirirlər sözü ərəb dilində fitnə sözüdür. Yeftinuna
Fətənə, yəni nədən çevirdilər? Sənə etdiyimiz vəhiydən. Sənə etdiyimiz vəhiydən çevirirdilər. Yəni vəhiy də nədir? Quran və sünnədən. İndi insan belə yoxlamaq üçün, əgər elmi yoxdursa, baxsın, əgər o danışıqlar səni Qurandan uzaq salır, sünnədən uzaq salır, yoxsa səni sünnəyə, Qurana bağlayır. Hətta görsən insanlar var ki, yəni belə söhbətlərdən sonra özləri belə etiraf edirlər ki, biz Quranı əlimizə götürməmişik və yaxud hədisləri oxumamışıq. Və hətta özləri də hiss edirlər ki, imanlarının nə qədər zəifləməsinə səbəb olur. Yəni bunun üçün belə dahi olmağa ehtiyac yoxdur. Yəni bir qayda olaraq insan bilə bilər ki, yəni bu fitnədir. Və sonra yəni qiyamət günü, yəni araşdırmadığına görə insan artıq bəhanə tapa bilməyəcəkdir. Ona görə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm də Rəbbindən 3 şey istəyir. Yəni ikisinə demə nədir? Allah Teala cavab verdi, yəni qəbul etdi. Biri yəni ümmətimin arasında onun olmasını, onu qəbul etməli. Yəni bu olacaq. Yəni bunun özündə də müəyyən hikmətlər var, amma insan özü çalışmalıdır ki, doğru yolu seçə bilsin, ayıra bilsin. O yol ki, yəni Qurana yönəldir. O yol ki, sünnəyə yönəldir. Yəni artıq boş-boş danışıqlar yox. Bununla kifayətlənir. Allah Teala hər birimizi doğru olanı müvəffəq eləsin. Eşidib yaxşısına tabe olanlardan etsin. Və sallallahu aleyhi və Muhammed və alə alihi və sahbihi və səlləm.